Bəzi mənbələrdə deyilir ki, qanı durulaşdıran dərmanlarla zəlin effekti eynidir. Ümumiyyətlə, dərmanla zəli arasındakı istədiyim fərqi izləyicilərimizə izah eləyərdik. Ümumiyyətlə, zəlin türücəyində çoxlu sayda ferment var. Müalicəvi fermentlərin 105-i araşdırılmışdı. İndi təzəlikcə araşdırılır ki, 700-ə yaxın ferment var. Və burada tək qandırıldıcı yox, həmçində trombları əridən, trombositlər bir-birinə yapışqalan aradan qaldıran və s. kimi fermentlər var. Fərqi nədir? Dərman elədir ki, məsələn, təkcə qandırıldır. Amma bir mənfi təsiri odur ki, nəinki mədəni ağrısını verə bilər, yəni qanaxmalar verə bilər, mədə qanaxmalar verə bilər, mədə ağrılar yarada bilər. Bundan savayı trombları qoparta bilər. Yəni bu biraz təhlükədir. Və hamıya qandırıldıcı təyin eləmək olmur bəzi xəstəliklərə görə. Iridoterapia həm qandırıldıcı, tromb əridici və trombu qopartmadan müalicəsi, yəni belə unikal müalicəsi var. Hətta əks təsirlər vermir digər orqanlar. Məsələn, qaraciyər, böyrək, mədə, heç bir orqan zədələnmir. Əksinə, biz zəli müalicəsini təkcə qandırıldıcı təsirdən savayı digər müalicələri edirik, alırıq. Məsələn, xəstə iridoterapiyyadan sonra cavanlaşır, bədən yenilənir. Hətta xəstələr var ki, immuniteti qalxır. 6 aydan bir təyin edilir biz iridoterapiya. 6 ay ərzində heç bir infeksiya yoluxmur. Yəni, əlbəttə ki, təbii müalicə daha yaxşıdır. Bir də bəzi alimlərimiz istəyiblər ki, iridoterapiyya, yəni zəlin türücəyində olan hirodin fermentinin eynisini, yəni kopyasını hazırlasınlar, alınmayıb. Dərman kimi satmaq istəyiblər də? Bəli, alınmayıb. Nəyə görə? Əlbəttə ki, bu birinci siçovullar üzərində sınaq aparanda, yəni siçovullar ölüblər. Yəni, bunu kopyalaşdırmaq olmur. Necə balı təbiisini hazırlamaq olmadığı kimi, zəlinin türücəyindəki olan fermentləri də hazırlamaq olmur.